Hər kəs salamlayıram. Bu videoda köklü ifadələrlə bağlı belə bir maraqlı sualın həllinə baxacağıq. Sualda bizə ifadənin aşağıdakılardan hansına bərabər olması soruşulur. Gördüyümüz kimi ədədimiz kəsr şəklindədir və variantlardakı ədədlər kəsr formasında deyil. Deməli biz bu kəsri irrasionallıqdan azad etməliyik. Amma gördüyümüz kimi ifadə mürəkkəb görünür. 2 üstü 6-da 5, 2 üstü 2-də 1, 2 üstü 3-də 1 və 1-in cəmi var məxrəcdə. Bunu həll etmək üçün ifadəyə fərqli prizmadan baxaq. Baxanda görmək olar ki, 6-da 5 kəsri 2-də 1 və 3-də 1 kəsrlərinin cəminə bərabərdir. O zaman 2-nin qüvvəti olan 6-da 5-i biz 2-də 1 üstəgəl 3-də 1 şəklində yaza bilərik. O zaman 2 üstü 6-da 5-in əvəzinə 2 üstü 2-də 1 üstəgəlsin 3-də 1 yazaq. Üstəgəl 2 üstü 2-də 1 üstəgəl 2 üstü 3-də 1 üstəgəlsin 1. Surətdə də 1-dir. Bərabərdir. Biz belə bir xassə bilirik ki, A üstü M üstəgəl N bərabər olur A üstü M vurulsun A üstü N-ə. O zaman burada 2 üstü 2'də 1 üstəgəl 3'də 1'in əvəzinə 2 üstü 1 bölü 2 vurulsun 2 üstü 1 bölü 3 yazmaq olar. Üstə gəlsin 2 üstü 1 bölü 2 digərlərində olduğu kimi köçürək. Bərabərdir. Gəlin burada belə bir əvəzləmə aparaq. 2 üstü 2'də 1'ə x deyək, 2 üstü 3'də 1'ə y deyək. O zaman ifadəmiz nəyə çevrilir? Məxrəc olur x vurulsun y. Çünki 2 üstü 2'də 1 vurulsun 2 üstü 3'də 1. X, y ilə əvəz etdiyimizə görə x, y-ə bərabər olur. Üstəgəl x, üstəgəl y, üstəgəlsin 1. Surətdə 1-dir. Bərabərdir. Gördüyümüz kimi burada məxrəci vurğulara ayırmaq olar. Necə? 1 bölünsün. Bu ilk iki ifadədə x-i mötərizə xaricinə çıxarsaq, x vurulsun y üstəgəlsin 1, üstəgəl y üstəgəlsin 1. Burada y üstəgəl 1 vurğunu çıxarsaq mötərizənin xaricinə, y üstəgəl 1 vurulsun x üstəgəl 1 alarıq. İndi 2 üstü 2'də 1'in biz kökdə 2 olduğunu bilirik. O zaman x'imiz kökdə 2'dir. 2 üstü 3'də 1'in də 3-cü dərəcədən kök altında 2 olduğunu bilirik. Y-imiz də buna bərabərdir. Yerinə yazsaq 1 bölünsün 3-cü dərəcədən kök altında 2 üstəgəl 1 vurulsun kök altında 2 üstəgəlsin 1. Bu bərabərdir. Ayrı-ayrılıqda yazaq. Yazaq 1 böl kök altında 2 üstəgəl 1 vurulsun 1 böl 3-cü dərəcədən kök altında 2 üstəgəl 1. Bərabərdir. Və biz burada artıq məxrəci irrasionallıqdan azad etmə qaydalarından istifadə edə bilərik. Belə ki, birinci kəsirdə hər tərəf kökdə 2 minus 1'ə vuraq. Kökdə 2 üstəgəl 1 vurulsun kökdə 2 minus 1. Surət nə olacaq? 1 vurulsun kökdə 2 minus 1. Yəni kökdə 2 minus 1 vurulsun. Bəs bunu necə edək? A kub üstəgəl B kubun açılışını yada salaq. Bərabərdir A üstəgəl B vurulsun A kvadrat minus AB üstəgəl B kvadrat. Belə ki, mən 3-cü dərəcədən kökdə 2 üstəgəl 1'ə A üstəgəl B kimi baxacam. Yəni 3-cü dərəcədən kökdə 2 A kimi, 1'ə də B kimi baxacam. Onda hər tərəfi qoşmasına vuraq. 3-cü dərəcədən kökdə 2 üstəgəl 1 vurulsun 3-cü dərəcədən kökdə 2'nin kvadratı, yəni 3-cü dərəcədən kökdə 4 çıxılsın 3-cü dərəcədən kökdə 2 ilə 1'in hasili, yəni 3-cü dərəcədən kökdə 2 üstəgəlsin 1'in kvadratı, yəni 1. Eyni ilə surətdə olur. 3-cü dərəcədən kökdə 4 çıx 3-cü dərəcədən kökdə 2 üstəgəlsin 1 bərabərdir. Gördüyümüz kimi birinci kəsirdə məxrəci kvadratlar fərqi düsturu ilə sadələşdirmək olar. Kökdə 2'nin kvadratı çıxılsın 1'in kvadratına bərabər olacaq. Surətdə kökdə 2 çıxılsın 1'ə vurulsun. Az öncə də dedik ki, bu ifadə əslində A kub üstəgəl B kuba oxşuyur. Yəni bu əslində bərabər olur 3-cü dərəcədən kökdə 2'nin kubu üstəgəlsin 1'in kubuna. Surəti də olduğu kimi yazaq. Gördüyümüz kimi birinci kəsirdə məxrəcimiz 2 çıxılsın 1, yəni 1'ə bərabərdir. O zaman məxrəci yazmıram, birbaşa surəti yazıram. Yəni kökdə 2 çıxılsın 1 yazıram. Vurulsun. 3-cü dərəcədən kökdə 2'nin kubu 2'yə, 1'in kubu 1'ə bərabərdir. O zaman 2 üstəgəl 1 məxrəcimiz 3'ə bərabər olacaq. Surət isə olacaq 3-cü dərəcədən kökdə 4 çıx 3-cü dərəcədən kökdə 2 üstəgəl 1. İndi burada bərabər qoysaq 3'ü məxrəcə saxlayaq. Kökdə 2'nin əvəzinə 2 üstü 2'də 1 yazaq, çıxılsın 1. Burada da yenə 3-cü dərəcədən kökdə 4'ün əvəzinə bilirik ki, 3-cü dərəcədən kökdə 4 əslində 3-cü dərəcədən kökdə 2'nin kvadratıdır. Bu da bərabərdir 3-cü dərəcədən kökdə 2 2 üstü 3'də 1 isə, onda kvadratı 2 üstü 3'də 1'in kvadratı, yəni 2 üstü 3'də 2 olacaq. Yazaq 2 üstü 3'də 2 çıxılsın 2 üstü 3'də 1 üstəgəl 1. Və bu elə bizim məsələmizin gördüyümüz kimi B variantında bizə nə verib? 3'də 1 vurulsun 2 üstü 2'də 1 çıxılsın 1 vurulsun 2 üstü 3'də 2 çıxılsın 2 üstü 3'də 1 üstəgəl 1. Gördüyümüz kimi bu bizim yazdığımız ifadə ilə eynidir. Yəni doğru cavabımız B variantıdır.